Qürura qapılmayaq ki, biz dindarıq, hamı bizə borcludur. Dindarlıq budur ki, hamıya mən borcluyam. Hamıya mən borcluyam. Cəmaat bilirsiniz nə desin? Desin, bu hansı məclisə gedir, bu adam hara gedir, bu qonşumuz cavan oğlan. Hara gedir, bir göstərin görək, bu gedib tamam dəyişib bu. Bu qonşunun çantasını götürür, aparır, gedir cəmaatdan soruşur, nə sözün, nə qulluğun, xidmət eləyir. Bu adam dəyişib, səfalı olub, mərd olub, məsuliyyətli olub, fədakar olub, aram olub, şad olub. Axı bu qədər enerjini hardan alır? Mənə də göstərin, gedim oradan alım o enerjini. İmam Hüseyn məclisinin, Həzrət Fatimə məclisinin ən gözəl təqdimatı budur. Ən gözəl təqdimatdır. Cəmaat desin ki, yox, bunun həyatı axı, mən görməmişəm, öyrəşmədiyim bir müstəvidir bu. Bunun hardansa bunun qaynaqlanır, bunun yemi hardan gəlir? Bunun həyatının qaynağı nədir, bu sevincinin qaynağı nədir? Və o şəkildə üst tutsun bunun əqidəsinə, bunun dininə. Şəhidlər necə müharibədə bizim üzümüzü ağ elədilər. Həm də dindarların. Mən hesab eləməmişəm, ümumiyyətlə dindarlar bir, həmişə deyirəm, məhdud bir camiyyədir cəmiyyət içində. Mən demişəm, Azərbaycan cəmiyyətinin mütləq əksəriyyəti etiqadlıdır, dindardır. Namaz qılsa, qılmasa da, deyir, mən Allaha, dinə inanıram. Amma bu məktəbin yetişdirdiyi insanlar gördünüz necə üzümüzü ağ elədilər. Bax, doğrudan da sübut elədilər ki, bu məclislər bihudə deyilmiş, boş deyilmiş. Hətta bəzi ateistlər yazdı ki, o din ki, Qarabağın azadlığına vəsilə olacaq, o dinə hörmət edirəm mən. Çünki gördülər də bu insanlar ki, bax bu ya Hüseynlər, bu Allahu Əkbərlər gəldi, orada lazım olan məqamda göstərdi ki, bunlar cəmiyyətin fədakar kəsimidir. Bu tərbiyə, bu nəticəsini göstərdi. Bu məktəb doğrudan da göstərdi. Hamı da bunu gördü. Vəsiyyətləri də var, danışdığı sözlər də var, mənə çatdırırlar, ailələrində də oluram. Bu məsuliyyəti, vətən qarşısında məsuliyyəti hiss elətdirdi. İnanc bax budur. Kritik dönəmdə hiss elətdirdi. Amma təkcə kritik dönəmdə yox. Hər bir vaxtda məsuliyyətli yaşamaq, düz yaşamaq barədə fikirləşək. Balıq alıb əlində gedir bir nəfər. İmam Sadiq əleyhissalam baxır, deyir ona ki, bu necə tərzdə getməkdir? Sən mənim sevənlərdənsən, balığı əlində tutub gedirsən. Deyir, ağa, özünüz buyurmuşsunuz ki, evə əl boş getməyim, mən də balıq almışam. Deyir, almışsan, yaxşı eləmişsən, ama bir şeyə böyük, iyi qoxusu aləmə yayla getmə. Bizi biabır elirsən axı. Dilə bu da İmam Sadiqi sevən adam, onun tərəfdarı. Kunu lənə zeynən, bizim üçün zinət olun, deyir. Bəzək olun, bizi bəziyin, bizim başımızı aşağı eləməyin.